Hiç xəyanət etmisənmi? Mənə xəyanət olunandan sonra etmişəm. Necə yəni? Xəyanət yaşamışam, xəyanət eləmişəm. Acı Peyğəmbərimiz Həzrəti Muhammed sallallahu aleyhi və səlləmdən bir hədis var. Deyir, küfrü gördüyün zaman çalış, əlinlə mani ol. Əlinlə mani ola bilmirsən, dilinlə mani ol. Dilinlə də mani ola bilmirsənsə, heç olmazsa ona qəlbində nifrət bəslə. Bu da imanın ən axırıncı, ən aşağı mərtəbəsidir. Əgər bugün mən bu məsələyə fikir bildirməsəm, demək ki, mənim imanım tam deyil. Əgər mən bugün qorxsam ki, mən bugün danışacam, Tarix Əliyev və Nüşabə Musayeva mənim üçün problem yaratacaq, demək ki, mən Allaha tam şəkildə iman etməmişəm. Və bu mövzularda təkcə mən danışmalı deyiləm. Bütün ilahiyyatçılar, bütün məscid axundları, bütün ziyalılarımız, hamımız birlikdə bu cür əxlaqsız verilişləri quranlara, bu televiziyanın sahiblərinə və bu cür insanlara öz etirazımızı bildirməliyik. Televiziyalar artıq bizim milli mənəvi dəyərlərimizi məhv etmək üçün çalışır. Lüğətimizdən ədəb, əxlaq, həya adında, namus adında sözləri ləğv etməyə çalışırlar. Gənc nəsillərə bəlkə sual versən ki, həya nə deməkdir, cavab verə bilməzlər. Namus nədir, qeyrət nədir, cavab verə bilməzlər. Üzümü Tarix Əliyevə tuturam. Bu sualı Nüşabə Musayevaya verməkdə məqsədin nədir? Niyə bu sualı verirsən? Bizim üçün maraqlı deyil Nüşabə Musayeva xəyanət edib ya etməyib. Zaten onun davranışından, onun hərəkətindən, onun danışığından onun kim olduğu bəllidir. Yaxşı, sən bu sualı niyə verirsən? Sən bu sualı verirsən ki, əxlaqsızlığı yayasan, həyasızlığı yayasan. Bir qadın necə fəxrlə deyə bilər ki, mən xəyanət etmişəm, mən pozğunluq etmişəm, mən zina etmişəm. Zina ən böyük günahlardan biridir. Bu həyasızlığı siz 10 milyon insanın içində necə danışa bilərsiniz axı? Sizin mənəviyyatınız, sizin əxlaqınız, sizin ədəbiniz nə qədər ayaqlar altındadır, heç düşünə bilirsinizmi? Qadın öz namusunu özünə görə qorumalıdır. Qadının namusu hər şeydən üstün olmalıdır. Yoxsa qadın bir bəhanə axtarır ki, ərim mənə xəyanət etdi, mən də ona xəyanət etdim, sən xəyanəti özünə etmiş olursan. Mən xahiş edirəm aidiyyatı qurumlardan, bu təkcə mənim fikrim deyil, millərlə insanın fikridir, kommentariyalarda girib baxa bilərsiniz. Bu aparıcılar, bu televiziya kanalları millətimizin milli mənəvi dəyərlərini pozur. Bizim balalarımızın gələcəyini məhv etmək istəyirlər. Mən xahiş edirəm, bundan bağlı bir ölçü götürün. Biz televizoru evimizdən yığışdırmışıq, baxmırıq, balalarımız baxmır, gəlirik sosial şəbəkələrdə bunları görürük. Biz bunları görmək istəmirik. Nüşabə Musayeva 1000 dənə qacinin toyunu pulsuz oxusun. Nə faydası var ki, milyonlarla insanın əxlaqını pozur? O qacilər bizim mənəviyyatımızı, bizim milli mənəvi dəyərlərimizi, bizim qeyrətimizi, bizim namusumuzu qorumaq üçün gedib orada vuruşublar. O şəhidlərimiz namus üçün, qeyrət üçün, mənəviyyat üçün şəhid olublar. Bu millətin əxlaqını pozan bir qadın 1000 dənə qacinin toyunu pulsuz oxusa nə faydası var axı? Ölkəmizdə əxlaqsızlığı yayan, ona dəstək verən hər kim varsa, mən Allahdan dua edirəm, hər birinizin bəlasını versin. Şübhəsiz ki, cəhənnəm boşu-boşuna yaradılmayıb, sizin kimləri orada doldurmaq üçün yaradılıb. Əgər mən bugün bu mövzuda danışmıramsa və digər möminlər də bu haqda danışmırıqsa, bu bizim də günahımızdır. Bu işdə bizim də günahımız var, bu işdə bizim də səhvimiz var. Danışaq ki, qoy onlar baş qaldırmasınlar.